Belə bir sualımız var. 57-ci suala nəzər salaq. Bu sual əslində çətin deyil, amma burada bir çaşdırıcı məqam liftin aşağı və ya yuxarı hərəkət etməyinə fikir verməkdir. Aşağı. Burada aşağı hərəkət edir lift. Aşağı sözünün altından xətt çəkin ki, davamı rahatdır. Deməli, aşağı hərəkət edən liftin sürətinin moduluna zamanla münasib qrafiki verilmişdir. Deməli, birinci hissədə cisim aşağı hərəkət edir və qrafik yeniləşəndə, deməli, aşağı yeniləşəndə çəkinin düsturu P bərabərdir M, J çıx A. Niyə? Çünki cisim özü də aşağı hərəkət edir, yeniləşən olduğuna görə təcilin istiqaməti də aşağıdır və aşağı yönəlmiş təcili hərəkətdə çəkinin düsturunu yazdıq. İkincidə aşağı, yenə aşağı bərabər sürətli. Bərabər sürətli isə təcil 0-dır M, J. Qrafikin üçüncü hissəsində aşağı yavaşıyam. Hər dəfə aşağı sözünü vurğulayıram ki, unutmayaq. Aşağı hərəkət edir. Sürət aşağıdır. Üçüncü hissə üçün yazıram bunu. Sürətin istiqaməti aşağıdır. Yavaşayan olduğundan təcil isə sürətin əksinədir. Deməli, üçüncü hissədə təcilin istiqaməti yuxarı yönəldiyindən P bərabərdir M, J üstəgəl A. Deməli, birinci hissədə sükunətdəki çəkisindən az olur. M, J çıxa olur çəkisi. İkinci hissədə cismin çəkisi sükunətdəki çəkisinə bərabər olur, yəni M, J-yə. Üçüncü hissədə isə cismin çəkisi sükunətdəki çəkisindən böyük olur. M, J üstəgəl A. Bunları yerləşdirdik. Sonra yerdə qalanlara baxırıq. D. Lift aşağı yönəlmiş sabit təcillə hərəkət edir. Təbii ki, birincidə. Çünki M, J çıx A təcil aşağı yönəlibdir. Təcil mənfidir. Lift aşağı yönəlmiş artan təcili hərəkət edir. Bu heç birinə uyğun gəlmir. Çünki bu bərabər təcili hərəkətdir. Axı, bərabər təcili hərəkətin qrafikidir. Burada artan təcili hərəkətdən söhbət getmir.